Azərbaycan Qəzzaya əsgər göndərir ya da Azərbaycan Qəzzaya niyə müdaxilə etmir? Gəlin İlham Əliyevin bu mövzuda dediyi soyuqqanlı həqiqətlərə baxaq. Çünki burada söhbət kiminsə xətrindən deyil, bizim əsgərlərimizin canından gedir. İlham Əliyevin mesajı əslində çox sadə və çox səmimidir. Biz Qəzzaya əsgər göndərmirik. Çünki kiminsə xoşuna gəlmək üçün öz əsgərlərimizin canını riskə atmaq kimi bir fikrimiz yoxdur. Reallıq budur ki, bizim başımız bəlada olanda, bizim torpaqlarımız işğal altında olanda biz taleyin ümidinə buraxılmışdıq. Heç kim gəlib bizim əvəzimizə vuruşmadı. Hətta bugün dərdi ilə həmrəy olduğumuz Fələstin belə bizi vaxtilə elə də ciddi müdafiə etmirdi. Buna baxmayaraq biz Fələstin dövlətinin qurulmasını dəstəkləyirik, onlara maliyyə yardım edirik, hətta Bakıdakı səfirlikləri belə bizim dəstəyimizlə fəaliyyət göstərir. Yəni biz öz üzərimizə düşən siyasi və insani yardımı edirik. Ərəb ölkələrinin daxili məsələlərini ərəb dövlətləri özləri həll etməlidirlər. Biz özümüz öz dərdimizi çəkdik və öz torpaqlarımızı özümüz işğaldan azad etdik. Yəni ki, bizim əsas prioritetlərimizdən birisi öz təhlükəsizliyimizdir.